Salam, gəlin bu 20-ci tapşırığım deyəcəm. Gəlin 20-ci tapşırığı izahına baxaq. Deyək ki, cədvəldə hansı heyvan büzün vəsi ola bilər? Büzün vəsi biz bilirik ki, hansılarda olur? Quşlarda olur. Quşlarda da belə deyək ki, yeganə vəzidəki büzün vəsidir. Gəlin baxaq. Quşlar ümumiyyətlə istiqanlıdır. Və bədəni lələklərlə örtülüdür. Ona görə biz istiqanlı və tük örtüyü olmayanı seçməliyik ki, barmaqları var, istiqanlı var. Bu var. Cavab el variantı olacaq. Baxa gəlir, niyə digərləri olmur? Burada deyir ki, daxili skeleti yoxdur. Biz bilirik ki, quşlarda daxili skeleti vardır. Daha sonra burada deyir ki, istiqanlığı yoxdur. Yəni, quş bilir ki, istiqanlı olmalıdır. Ona görə də bu deyil. Son zəddə baxsa, deyir ki, tük örtüyü var. Tük örtüyü də vardır məməlilərdə. Yəni, ümumiyyətlə, belə deyirik, burada da barmaqlar verilib, istiqanlığı verilib, daxili skelet verilib, bu düzgün idi. Emdə də ki, istiqanlığı verilib, daxili skelet verilib, amma barmaqlar verilməyib. Onun barmağı vardır. Yəni, ümumiyyətlə, quşlarda barmaq vardır. Ona görə cavab D variantı olacaq.